Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizə modulun açılması ilə bağlı misalın izahını vermək istəyirəm. Burada görürük ki, x y-dən kiçik, y də 0-dan kiçikdir. Yəni bu zaman modulu açarkən necə açırıq? Modulun içərisindəki ədədə baxırıq. Tutaq ki, birinci modulu götürürük. Modul x çıxılsın y. Və bu bizə veriləni bu modulda nəzərə alırıq. Yəni y nədir? X-dan böyükdür. Demək moduldan çıxardarkən necə çıxardacağıq? Əksinə çıxardacağıq. Yəni y çıxılsın x şəklində çıxardacağıq. Keçirik buna. Modul daxilindəki x üstə gəlsin y ifadəsi. Bilirik ki, y x-a nədir? Böyükdür. Və əksini çıxartmalıyıq. Və bu mənfini nəzərə alırıq. Mənfi y üstə gəlsin x şəklində çıxardıq. Və aldığımız ifadələri gətirib yerinə qoyuruq. Y çıxılsın x, çıx, bu işarə mötərizənin daxilindəkiləri dəyişir. Y çıxılsın x şəklində yazırıq. Mənfi y, müsbət y gedir və yerdə qalır. Nə mənfi x ilə mənfi x verir bizə mənfi 2x.